fikir necə? Bax, indi Putinin də manevr etmək imkanı yoxdur. Zelenskimi də manevr etmək istəmir. Zaten deyir ki, gəl görüşək, hazıram və s. Putinin edə biləcəyi manevrlər, dediyimiz kimi Uşakov, Lavrov getdi və proses uzandı sadəcə olaraq. Bu prosesin uzanması, biz burada Bakıda Tərlan Eyvazov olaraq, mən aparıcı olaraq bilirəmsə ki, bu uzatmaları oynayır. Futbolda siz daha yaxşı bilərsiniz. Belə bir termin var, uzatmaları oynamaq. Əlavə dəqiqələri oynayır, vaxt qazanır. Bunu Trump və bunu Erdoğan bilməyəcəkmi və bu Putinə necə baha başa gəlir, hansı formada? Təbii ki, əgər həmin şəxslər orada Putin adından çıxış edib hər hansı bir sənədə, konkret sənədə imza atacaqlar, təbii ki, proses bundan sonra davamlı olacaq. Amma yenə də deyirəm, mənə belə gəlir ki, indilin özündə də, bax biz burada oturmuşuq, o proseslər gedir, o məsləhətləşmələr həmin şəxslərin arasında gedir və mən çox ümidliyəm ki, əgər Putin Rusiya Federasiyasının prezidenti kimi, siz deyən kimi, o uşaqların müşayiəti ilə nə ilə ora gedirsə də, deməli artıq hansısa bir konkret nəticə əldə olunacaq. Yox, getmirsə, deməli konkret nəticəyə doğru hansısa bir addımlar olacaq ki, müəyyən qədər vaxt gedir. Mən yenə də ona görə əsas ümidliyəm ki, bu məsələ məhz İstanbulda, Türkiyədə Sayın Erdoğanın vasitəsilə baş tutur. Yəni Erdoğan məsələsində o da öz nüfuzunu, bugün ən yuxarıda olan nüfuzu ilə oynaya bilməz ki, yəni mən siz üçün uşaq deyiləm ki, gələsiz məni aldadasınız. Əgər mən sən mənə müraciət etmirsən, mən də özlərimə götürmüşəm, onda gəlin, danışaq. Kimsə mütləq şəkildə öz pozisiyasından bir addım da olsa geriyə çəkilməlidir. Bunun başqa yolu yoxdur. Çünki mənə belə gəlir ki, SNG-də olan o 4 münaqişəli zonadan ki, hansı ki birinci biz idik, orada 1900 onun növbəti il dönümü 12 İsrağa gün baş vermişdi. Bişkek protokoluna əgər biz danışırıqsa, o vaxtda biz bunları xatırlayın, siz gənc olmuşsunuz, mən 34 yaşlı bir kişi idim, ordudaydım, kapitan idim. Yəni bu prosesləri çox dərindən, yaxından izləmək imkanım var idi və orada da mərhum Heydər Əliyev, bizim eks-prezidentimizin o apardığı siyasət təbii ki, onda da çox ciddi şəkildə qınağa məruz qalmışdı, müxalifət onda çox güclü idi. Amma buna gedildi, bu addıma gedildi. Atəşkəs addımına gedildi. Heç bir ərazi mübahisəsi falan olmadı. Sadəcə olaraq atəşkəs və o atəşkəsin də 28 ildən sonra biz bəhrəsini görə bildik. Mənə belə gəlir ki, indi hal-hazırda sülh sazişindən danışmaq tezdir. Ancaq ən azından o deyilən kimi, 4 ölkə liderinin dediyi kimi bir aylıq deməli atəşkəs və atəşkəsdən sonra təbii ki, danışıqlar yolu ilə müəyyən məsələlərin haline nail olub irəli getmək mümkün olar.